Kərbəlayı. Videonu baxırsansa, bu videonu görsənsə keçmə. Çünki uşaqlıqdan arzuladığım bir evi gəlib görmüşəm. Özü də təsəvvür edir ki, 3 otaq bina evinin qiymətinə sənə 8 otaq, 3 mərtəbə, yəni 2 mərtəbə plus mansard, sənə bir dənə həyət ev təklif edirəm. Yerisə, vapşe süperdir. Bax, buradan burası yolu göstərərdi və nəysə də göstərməyim. Düz yolun qırağındayıq. Heydər Əliyev prospektində yolun qırağında qardaş həyətinə 2 maşın, 3-cü maşını bəlkə də istehsaları 2 maşınlıq həyət rahat şəkildə. Həyətimiz falan yerimiz 8 otaq, şəxsi tikilib paket kupça. Boşadaş. Bax qardaş, görəcəksən. Evin içini görəcəksən və sənə bir dənə bunu demək istəyirəm ki, sonacan bax. Çünki elə bir dənə qiymətli ki, sonda möhtəşəm. Gəl. Daxil olduğun evimizə, kürsülü, qoşadaş, sənə 8 otaq təqdim edirəm. Yəni, belə bir şey yoxdur Xırdalanda. Qiymətsən sudan ucuz. Yəni, bax deyim. Keçək bir dənə birinci aşağıda, birinci mərtəbəmizdə olan otaqlarla mən sizə tanış edirəm. Kərbəlayı, bu bizim birinci mərtəbədə olan otağımız. Sərgəli. Köhnə tikilidir, ləzzətli tikilidir. Qardaş, kurba boyu evimizin istilik sistemi, kombi sistemidir. Gəl bura Kərbəlayı. Gəl bura. Bax, bura bizim kuxnamızdır və nəzərinizə nəyi çatdırmaq istəyirəm? Nəzərinizə çatdırmaq istəyirəm ki, evimizdə əşyaların cehizlənib və xırdamırda şeylər, maşinətdə bir çox əşyalar qalacaq. Sən bu damıza Kərbəlayı oranı çək, sanuser və hamam ayrı-ayrı. Bilirsiniz də, mənim ən sevdiyim. Ora. Ondan sonra burada bir dənə, bax, belə bir əl damı var. Belə deyək, əl damı. Qardaş, qalxırıq ikinci mərtəbə. Kərbəlayı, heç videonu saxlama, bir dənə oradan çək, bir dənə Kərbəlayı sən bir dənə bir söz desin. Və bütün ara kəsmənin hamısı mahalit betondur. İndi qalxırıq yuxarı, gəl. Yuxarıda qardaşın sənə görə nə göstərir. Gəldin yuxarı, əla. Sənə bir dənə yuxarı qalxan kimi belə bir otaq qarşılayır və balkonlar hamısı yerində. Balkonumuz falan hamısı yerindədir. Əla. Bax, balkonumuz bu otaqda yerində. Gəl bura Kərbəlayı. Bu bizim növbəti bir dənə otağımız. Otaqların sayını itirməmişsinizsə deyirəm. Evimiz 8 otaqdan ibarətdir. Bu bir otaqdır. Kərbəlayı, gəl bura. Bu növbəti bir otaqdır. Sonra, gəl bura. Gəl Kərbəlayı, gəl. Növbəti bir otaq orada. Çəkdim bunu, hələ 3 dənə yuxarıda var. Gəl, bu da yuxarının hamam sanuzeli. Oranı da çək. Mənim açıq deyəcəm, burada, bu evdə ən çox bəyəndiyim tərəf mansardır. Kərbəlayı ilə bir elə həminki söhbəti eləyirdik. Nəyi? Sən buralar baxa bilərsən, monolit betondur. Bir Kərbəlayı ilə söhbət elədik ki, biz olsaq nə eləyərik? Gəl bir dənə buranı çək. Bura sənin üçün bir dənə elə belə yüngül var, PlayStation otağı. Və özün üçün evdə də qurursan. Salidini. Gəl bura. Allah qismət eləsin, ala biləsən, bir dənə bilyard alırsan. Özün üçün salidini. Qoydum bura, qoydum. Gəl bura. Buranı da inşallah ki, evin daim qonaqlı qaralı olsun. Buranı da bir dənə yerdən düzəldirsən qəşəng. Özün üçün qəlyanın, dostların gəldi, oturdunuz burada. Ben nəzərbəyə nəyi satdırıram? Kərbəlayı. Buradan da balkonumuz. Kərbəlayı. Gəldik əsas məsələyə. Deməli, 8 otaq. 3 otaqlı bina qiymətinə, qardaş, 8 otaq sənə təqdim edirəm. Ürəyin istəyəndə səliqəli remontu var, səliqəli, çox səliqəli bir evimiz var. Qoy bir dənə oturum, yoruldum, 3 mərtəbəni qalxmışam. Kərbəlayı, evimiz sakitçiliyinə yaxşıdır. Evimiz Kərbəlayı. Bax, Heydər Əliyev prospekti 1. Yolun düz qırağında bəzi həmkarlarımız kimi yolun düz qırağındadır. Oradan ora taksi 3-4 manat apar, nəsə o qədər uzunluqda deyil. Yaxın ərazi, düz bax, yolun qırağındayıq. Qardaş, yolun kənarı, paket kupça, 3 mərtəbə, 8 otaq. Qiymət, qardaş, qiymətə bax, cəmi 170.000 manata. Qardaş, 3 otaqlı ev alırsan Xırdalanda o qiymətə. Həyətinə də maşın, düz prospektin üstündədir, qardaş. Əgər ki, gəlib bu videodan kimsə gəlirsə, deyirsə əgər ki, yox, 114 dənə vaxt dedi mənə ki, yolun üstündə dedi, getdim, girdim içəri, söhbətdir. Elə bir şey olsa bu videonun altına komment yazarsınız ki, siz cəmaatı aldadırsınız. Allah alana da, satana da xeyir eləsin və nəzərə çatdırıram ki, videonu buracan baxdınsa, Allah səni var eləsin. Kommenti də, like'ı da, belədir ki, dostlarına da paylaş, 5 alıcılar, Allah sizə var eləsin.